açıq söyleyeyim sizə, məsəl üçün, Azərbaycanın kəmança ustalarının hardasa hamısı atamın o dərslərindən keçəndi. Rəhməti Ədaləti deyim, Mir Nazimi deyim, Cəbrayili deyim. Yəni, bütün ünlü kəmançaçılar hamısı atamın, hardasa çoxsa, hətta Şəfiqə xanım, bizim çox gözəl sənətkarımız, hər zaman mənim özümə də deyib ki, mütəllim müəllimi mən öz müəllimim hesab edirəm. O gənc bir müəllim idi, Uçilişyada, yəni bu Asəf Zeynallıda. Atam dərs deyəndə deyir, boş vaxtım olanda qaçıb gedib otururdum onun dərsində, qulaq asırdım ki, necə dərs verir. Ona görə mən onu müəllimim kimi qəbul edirəm. Allah can sağlığı versin ona da. Evə gələn adamlar vardı, dostları var idi. Əhsən əmi, Əhsən Dadaşov idi. Var hamısı. Əlikram müəllim idi. Həbib Bayramov idi. Hətta qəribə bir şeyini paylaşımsa, atam 94-də rəhmətə getdi qəflətən. Dostlar falanlar gələr kişi məclisində, göz yaşarar. Amma atamın 40-ında onun sənət dostlarının 40-ında hönkür-hönkür ağladığını gördüm mən. Baxın, bir var göz açır, göz yaş axır. Həbib, Əlikram Hüseynov, Həbib Bayramov. Həbib bir-iki nəfər də başqa o məclisdə gedim, gördüm, göz yaş dökülür. Yaxınlaşdım, Allah təala rəhmət eləsin gözünü silmə. Yəni, o qədər münasibətlər. Atam çox mütəvazı idi və ona deyirdim ki, ay baba, bax, hamı çalır. Sən niyə çıxırsan səhnəyə? Bu qədər bilirsən. Mən bir şey bilirəm ki, atamın çağırgahını heç kim çala bilmədi. Və elə bir zaman idi ki, kasetlərlə, var da itirmişik kaseti. Evdə tək oturub çalırdı. Gəlirdim evə, qapını açırdım, gördüm kamançanı qoyur, gəl çörəyimizi yiyək. Mənim yanımda çalmaqdan çəkinirdi. Gizlin qulaq asırdı ona. Yəni, bir şey bilirəm, mən biraz çala bilmirəm, amma anlaram eşidənin müqamla. Atamın çağırgahını kimsə çalmadı. Tələbələr də bilir. Yaxşı çalırdı. Gözəl deyirəm ki, niyə çalmırsan? Saçım başım ağarım. Dedim, nə fərqi var? Sənin o ağıl səhnədir, ya da hər şeyin zamanı var. Mənim hamısı başını rəhliydi. Mən rəhliyə bilmirəm. Ayıbdır. Çox qəribə bir şey var. Bu yaxında da bu il 100 yaşı olur. Tələbələri xatırlarsa, heç olmasa məzarını ziyarət elərlər.